Hər bir insanda heç bir dəqiq ölçüyə gəlməyən, təkrar olunmaz, özünə məxsus daxili gözəllik, həvəs və güc, həyatda nəsə bir iş görməyə eşqi var. Bu hisslər bütün insanlarda erkən, uşaq yaşlarında meydana gəlir. Yalnız düzgün tərbiyə, sağlam həyat tərzi, elm, təhsil və həyatı təcrübə insanlara bu məqsədlərə çatmaqda köməklik edə bilir. Uşağın məktəbə qədər dövrü onların həyatında çox vacib bir dövrdür. Məhz bu vaxtdan uşaqlarda fiziki və əqli inkişaf baş verir, müxtəlif bacarıqları formalaşır, xarakter və mənəvi keyfiyyətlərin əsası qoyulur. Məktəbə qədər yaşlı uşaq daxili dünyası, enerjisi, öz maraqları və tələbatı olan varlıqdır. Uşaq onu əhatə edən, böyüklərin dünyasını dərk etməyə, fəal işlərə can atır. Uşaq bağçası təbii ki, insanda yalnız gözəl hisslər oyadır. Bağça uşaq dünyası, uşaqlara məhəbbət və qayğı dünyasıdır. Uşaqlara mahnı ilə bağlı məlumatlar verilir, onun sözləri başa salınır, janr, üslubu haqda məlumat verilir. Bu vaxt uşaqlar arasından bu mahnıları ən yaxşı ifadə edəcək uşaqlar seçilir. Bu böyük bir prosesdir və incəsənətin növü ilə bağlı nə varsa, uşaq dünya görüşünə uyğun şəkildə onlara başa salınır. Bizim bağçamız 23 saylı Körpələr Evi Uşaq Bağçası 1981-ci ildən fəaliyyət göstərir. Bizim nailiyyətlərimiz çox olub və hər zaman ənənəvi üsulla, milli üsulla məşğələlərimiz keçirmişik. Bağçamızda hal-hazırda 8 qrup var. 8 qrup fəaliyyət göstərir. Biri Rus qrupasıdır, 7-si Azərbaycan qrupudur. Bizə keçən həftədən təlimatçılar gəldi bağçamıza və yeni üsul addım-addım proqramı ilə təlim keçdilər. Biz də bu həftədən başlayırıq ki, körpələrimizə həmin proqramla məşğələlərimizi keçirdək. Və işimizin məğzi bundan ibarətdir ki, bağçada körpələrimiz milli, mənəvi, əxlaqi dəyərlərimizi dəyərləndirməyi, vətəni, ananı sevməyi və şəhidlərimizi, şairlərimizi anmağı, dahilərimizə hörmət etməyi öyrənsinlər. Rəsm çox vaxt uşaq üçün ilkin fikirlərinin, keçirdiyi hisslərin ən ilkin təzahür formasına çevrilir. Uşaq rəsmləri biz böyüklərdə həmişə maraq oyadıb. Biz bu rəsmlərdə uşaq məsumluğunu, uşaq sadəlövlüyünü, gözlənilməz cəsarəti, fikirlərini birbaşa ifadə etməyi görürük. İncəsənət uşağa ətraf mühiti başa düşməyə, onu mənimsəməyə kömək edir. Əgər əsl yaradıcılığı xarakterizə edən fikir, fantaziya, təsəvvür yoxdursa, uşaq incəsənətdə olan marağını itirir. Uşaqları nəinki öyrətmək, həm də onlarda bədii öz fəaliyyətə, incəsənətə maraq oyatmaq, onları buna həvəsləndirmək lazımdır.
uşaq yaradıcılığı tək məşğuliyyət və əyləncə deyil, həmçinin uşaqların daxili aləminin formalaşmasının təzahürü olan uşaq dünya görüşünün inkişafının xüsusiyyətləridir. Uşaqlarda yaradıcı bacarığın inkişafı üçün böyüklər də məsuliyyət daşıyır. Bu iş uşaq bağçalarında tərbiyə və müəllimlərin üzərinə böyük məsuliyyət qoyur. Çünki uşaq böyüdükcə hər şeyə tənqidi yanaşır, elə yaradıcılığa da. Bu zaman tərbiyəçi və müəllimlər öz peşə borcunu peşəkarlıqla yerinə yetirir. Gəncə şəhəri 3 saylı körpələr evi uşaq bağçası kiçik və məktəbə qədər yaşlı uşaqların ictimai tərbiyəsi ilə məşğul olan öndə gedən bağçalardan biridir. Uşaq bağçası milli təhsil sistemində ilkin pillə sayılır. Gəncə şəhəri 3 saylı körpələr evi uşaq bağçası 1975-ci ildən fəaliyyətdədir. Uşaq bağçasında yaradılmış hazırlıq siniflərində 5 yaşlı uşaqları məktəb təliminə hazırlayır. Bağçamızda uşaqların fiziki, əqli, əxlaqi və estetik tərbiyənin 5 yaşadək olan uşaqları məktəb təliminə hazırlanmasının təlimini təşkil edir. Müəssisəmizdə uşaqlar üçün hər cür şərait yaradılmışdır. İdman konsert zalı lazımi avadanlıqla təmin edilərək bəzədilmişdir. Ümumilikdə bağçamızda 9 qrupda 175 nəfər uşaq olmaqla 15 nəfər pedaqoji müəllim heyəti çalışır. Bağçamızın kollektivi təhsil sistemində gündəlik tələbata cavab verməsi üçün məsuliyyət daşıyaraq uşaqların təlim-tərbiyəsi ilə məşğul olur və lazımi qayğını göstərirlər. Uşağın estetik zövqünü inkişaf etdirmək, onlarda incəsənətə məhəbbət oyatmaq, onlara ətraf mühitə maraqla diqqət yetirməyə, onu hiss etməyə və başa düşməyə, yaxşı işlər görməyə həvəsləndirmək uşaqların valideynlərinin və tərbiyəçilərin başlıca vəzifələridir. Əgər onlar həyatın gözəlliyini düzgün qiymətləndirməyə bacarsalar, bu onlara həyatda özlərini əsl xoşbəxt insan kimi hiss etməkdə kömək edəcək. Son illər bağçamızda yaxşı nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2008-ci ildə Ümumilli lider Heydər Əliyevin anadan olunmasının 85-ci il dönümü münasibəti ilə anamı, vətənimi tərənnüm edirəm devizə altında keçirilən müsabiqədə 3-cü yer tutduğuna görə 3 nömrəli Körpələr Evi uşaq bağçasının kollektivi fəxri fərmanla təltif olunmuşdur. Eyni zamanda hər il olduğu kimi 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş ümumi şəhər tədbirlərdə fəaliyyət iştirak etdiyinə görə bağçamızın Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfindən diploma layiq görülmüşdür. Bundan sonra da çalışacağıq ki, bağçamızı öndən gedən uşaq müəssisələri sırasına daxil olsun. Azyaşlı uşaqların estetik tərbiyəsində şübhəsiz ki, uşaq bağçalarının böyük rolu var. Məhz burada onlar həyat üçün lazım olan bir çox məhumlar, vətən, torpaq, incəsənət, elm və sair haqqında bilik qazana bilirlər. Onların davranış, düşüncə tərzi bu uşaqlar haqqında bəzi fikirləri söyləməyə imkan yaradır.
bağçamızda 12 qrup vardır və bu qruplarda 22 tərbiyəçi, 2 musiqi rəhbəri onların təlim tərbiyəsi ilə məşğul olur. Bildiyimiz kimi bağçanın uşaqların gələcək həyatında böyük rolu vardır. Məhz bu məqsədlə də bağçamızda hər gün məşğələlər keçirilir, tədbirlər təşkil olunur ki, bu tədbirlərdə uşaqlar mahnılar oxuyurlar, şeirlər söyləyirlər, lazımı nağıllardan səhnəciklər göstərirlər. Və bu da bunların hamısının keçirilməyi, bu körpə uşaqların gələcəkdə onların məktəbə getdikdə yaxşı oxumalarına böyük rolu vardır. Uşaqlara bu hissləri düzgün qavramaqda və inkişaf etdirməkdə ən böyük köməkçilər bizim tərbiyəçilər və müəllimlərimizdir. Məhz inkişafa təkan verən tərbiyədə uşaq yaşlı nəslin təcrübəsini mənimsəyir, mədəniyyət və incəsənətin nailiyyətlərini öyrənə bilir və eyni zamanda özünün şəxsi qabiliyyətini inkişaf etdirir. Bildiyimiz kimi bu yaxınlarda Gəncə şəhərində hal-hazırda yenə də keçirilir. Nizami Gəncəvinin 870 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə bizim bağçamızda iştirak ediblər. Eyni zamanda bağçamızın özündə böyük tədbir təşkil olundu. Bu tədbirdə körpə fidan balalar Nizaminin əsərlərindən səhnəciklər hazırladılar, onun şeirlərindən. Demək, çox yüksək səviyyədə keçirildi və bu da Nizaminin dahiliyini bir daha biz o körpə fidan balalara çatdırdıq ki, onlar bilsinlər ki, bizim dahi Nizamimiz nə qədər yüksək bir insan olmuşdur. Bunu da uşaqlarımız az da olsa qavradılar. Eyni zamanda bağçamız demək olar ki, uşaqların tərbiyəsində tərbiyəçilərimiz onların estetik tərbiyəsini inkişaf etdirmək üçün əllərindən gələni əsirgəmirlər. İnsanın mənəvi və mədəni simasının əsasları ailə ilə yanaşı bağçada da formalaşır. Məqsədyönlü estetik tərbiyə mücərrəd şəkildə deyil, əksinə fiziki, əxlaqi, mənəvi, hərbi vətənpərvərlik kimi məfhumlar ilə yanaşı aparılır. İldir bu bağçada müdirə vəzifəsində işləyirəm. Və bu işlədiyim müddətdə də çalışmışam ki, bu körpə balalarımız həm sağlam böyüsünlər, xalqımıza, vətənimizə layiqli bir evladlar olsunlar. Onların vətənpərvərlik ruhunda böyüməsi üçün lazım olan tədbirlər keçirilir və onlara lazım olan tərbiyəçilərə göstərişlər də veririk ki, uşaqlarımız bilməlidirlər, harada yaşayırlar, vətənimiz haradır. Bizim vətənpərvərlik ruhunda tərbiyə olunması üçün uşaqlara nə lazımdır, gücümüz çatan qədər onlara biz çatdırırıq və onunla da bağlı, məsələn, Azərbaycanın müstəqillik günündə tədbirlər keçirilir. Ondan sonra da uşaqlar da bax bu tədbirlərdə o qədər yüksək səviyyədə iştirak edirlər ki, inanın ki, bir anlığa məsələn özlərini əskər kimi hiss edirlər, özlərinin də o vətənpərvərlik hisslərinin hamısı onların çıxışlarında özlərini göstərirlər. Bax, bu da bizim əsas vəzifəmiz budur ki, uşaqlarımız, evladlarımız xalqımıza, vətənimizə layiqli bir evlad böyüsünlər. Uşaq bağçada böyüyərkən aldığı təlim-tərbiyə onun gələcəkdə cəmiyyətdə nə kimi xeyir verəcəyini müəyyənləşdirir. Uşağın əldə etdiyi keyfiyyətlərin əsası məhz bu dövrdə yaradılır. Təcrübə göstərir ki, bu dövrlərdə əldə olunan keyfiyyətlərin böyük hissəsi daha tez mənimsənilir və uzun illər ərzində həyatının sonunacan yadda qalan olur. Biz bilirik ki, estetika ilə bağlı hisslərimiz öz kökünü uşaqlıqdan götürür. Lakin bu, əlbəttə ki, özünə məxsus və hələ inkişaf etməmiş formada olur. Bu çətin, lakin şən və şirin dünyada biz uşaqlara poeziyanın, musiqinin, teatrın gözəlliyini tapmaqda və sevməkdə kömək etməyə borçluyuq.
olun.